Baku TV-nin Qapqara verilişinin bu dəfəki qonağı meyxana ustası Oqtay Kamil olub. Verilişdə o Vüqar Biləcəri ilə bağlı xatirələrini bölüşüb. Vüqar çox yaxşı, dəliqanlı insan idi. Elə adamlar var ki, kiçik yaşda böyüyürlər. Vüqar da onlardan biri idi. Aydın Xırdalanlının, Vüqar Biləcərinin yaxşı dostları olsaydı, bugün sağ olardılar. Oqtay Kamil proqramda meyxana sənətindən danışıb. Onun sözlərinə görə değişməz zamanı kimin nə eybi varsa deyilir və bu vaxt digər adam da pərt olur. Bu səbəbdən bəzən əlbəyaxa davalar da baş verir. İnsanın qüsurunu üzünə vurmaq olmaz. Meyxanada əsas sözə baxarlar.